20-ci əsrin əvvəllərində belə ən məşhur qoçular, indiki dildə desək, vor zakonlar da, Bəli. qanunu uğurlar, qanuna hörmət eləyirlər. Bəli. Hörmət eləyirlər. Tərbiyə. Bəli, tərbiyəvi əhəmiyyəti budur bunun, ideyası budur əsərin. İndi TikTokda mən həmişə vaxtım yoxdur ona baxam. Sən özün bilirsən, mən hüquqşünasam da. Bəli, mən. Dünən bir bloger danışır, bizim o şedevr kinomuzdan, Meştibatdan və onu fırlayır oca boyca ki, güya Həmid Erişçi var, o tanınmış adamdır. Güya onu bənzədir, o Məştibat prototipidir Zeynalabdin Tağıyevin. Sonra Aydın Talıblı var, təhqiqatçı, tanıyıram, təbliğatçı. O bənzədir güya Seyid Əzim Şirvaninin Məzun, Leyli Məzununda Məzununa. Bunlar hamısı absurd bir şeydir. Ona görə də özümə borc bildim ki, mən o filmlər, ümumiyyətlə filmlərimiz barədə, həm də o film barədə sizə məlumat verim ki, bu geniş ictimaiyyətdə bilsin. Çünki filmlər elə belə çəkilmir abi. Filmləri çəkir, senaristlər yazır, rejissorlar bunu filmləri çəkir. Həmin film, o əsər yazılıb 9-cu ildə. O adamdan soruşmaq lazımdır 1909-cu ildə. 24 yaşı olub Üzeyir Hacıbəyevin o yazanda. Soruşmaq lazım ki, o səhnə əsərdir. Onu oxumusan heç əsəri. Filmlə müqayisə eləmisənmi? Niyə görə yazıb? Nə vaxt yazıb? Nədən ötürü yazıb? Filmin ideyası nədir? Sizin ağızlarına gələni yazırlar. Yəni mən o film barəsində ağzından bir 50 dəfə baxmışam ona. Yəni hüquqi nöqteyi nəzərindən. Ümumiyyətlə hüquqşünas olduğuma görə mən Sizə təsir elədi. hər bir təsir elədi ki, bunlar nəyə axtarırlar? Bu indiki zamanda görürük, bütün dövrlərdə olub da xəsis adamlar, tamahkar adamlar da bütün dövrlərdə olub. İndi də var, keçmişdə də olub, həmişə olub. Məştibatlar həmişə olub. Məştibat kimdir ki? Məştibat özü mənim fikrimcə mənfi obrazda deyil. Məştibat nə qayırır? Məştibat gedir baqqal dükanında tacirliyin eləyir. Heç içki məclisində də oturmur. Əl görüşmür onlarla. Özün müsəlmanlığı qoruyub saxlayır. Bəli, çay içir o epizodda. Çay içir. İndi bu nə qayırsın bu? 3 dənə arvadı olub onun. Əsərdə gedir Sona, Pərzad, Gülxanım. O Sona xəstəlikdən ölür. Bu yetib xəstələniblər, ölüblər. İndi evlənmək istəyir də. İndi belə döyür. Hələ Üzeyir Hacıbəyov Allah rəhmət eləsin, deyilənlərə görə deyib. 50 yaşında sadanda deyib ki, mən böyük səhv eləmişəm ki, 50 yaşında Məşədini qoca göstərmişəm.